Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV'nin efirində Kərbəla vaqiəsinə həsr olunmuş Kərbəlanın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Kərbəla vaqiəsi və tövhid prinsipinə həsr olunmuşdur. Qonağımız isə ilahiyyatçı Hacı İlqar Əliyevdir. Hacı, xoş gəlmisiniz. Təşəkkür edirəm, salamlayıram sizi və əziz izləyiciləri. Təşəkkür edirəm dəvətinizə görə. Dəvətimizi qəbul edib gəldiyinizə görə biz sizə minnətdarlığımızı bildiririk, var olasınız. Hacı, həqiqətən də tövhid nəinki Kərbəla vaqiəsində, eləcə də bütün bizim yaşamımızın, dünya görüşümüzün, etiqadımızın, inancımızın ən əsas sütunudur ki, tövhidsiz heç bir şey mümkün deyil əsli həqiqətdə. Amma mövzumuz elə Kərbəla vaqiəsi olduğu üçün istərdik bu mövzunun daxilində tövhid məsələsini ələ alaq. Ümumiyyətlə, İslam dinindən irəli gələr əlbəttə ki, İmam Hüseyin əleyhissalamın da qayəsi hər zaman tövhid olmuşdur ki, Kərbəlada da bunu ən bari şəkildə göstərdi. Amma istərdik sizdən bu haqda fikir alaq ki, ümumiyyətlə, Kərbəla vaqiəsində İmam Hüseyin və tövhid prinsipi bunlar necə bir-biri ilə qarşılıqlı əlaqədə idi, nə cür təzahür etmişdi? Bu haqda zəhmət olmasın. Bismillahirrahmanirrahim. Baxın, biz İmam Hüseyin əleyhissalamın bir çox ləqəbləri ilə tanışıq. Həzrətin bir çox ləqəbləri var. Bir çox imamlar belədir. Müxtəlif ləqəblərə sahibdilər. O cümlədən İmam Hüseyin əleyhissalam. Məsələn, Seyyid-ü Şühəda bu bir ləqəbdir. Bunu adətən bizim hamımız bilirik. Sarullah və bu kimi ləqəblər. Əş-Şəhid, Əl-Məqtul. Bir ləqəbi də var İmam Hüseyin əleyhissalamın. Mən düşünürəm ki, tamaşaçılar mümkündür bunu ya eşitməyiblər, ya da eşidiblərsə çox az eşidiblər, az tanışdılar bu ləqəblə. Bu, bəzi ziyarətnamələrdə gəlib bu ləqəbi Həzrətin və bir hədisdə, İmam Sadıq əleyhissalama aid olan bir hədisdə bu ləqəbə işarə olunub. İcazə verirəm o hədisin əsnasında, hədislə başlayardım söhbəti. Bir nəfər İmam Sadıq əleyhissalamdan xahiş edir ki, mənə ziyarətin qaydasını öyrət. Məqsədi buydu ki, Kərbəlaya getsin, Kərbəlanı ziyarət eləsin, İmam Hüseyin əleyhissalamı ziyarət eləsin. İstəyirdi ki, ziyarətin qaydasını öyrənsin məsum imamdan ki, hardan başlasın, harda qutarsın, neynəsin. Elə biləm, bu ziyarətə getmək istəyənlər üçün də bir fürsətdir ki, biz İmam Sadıq əleyhissalamın bu nurani kəlamından istifadə edə bilərik, faydalana bilərik. Ərbəyin ziyarətinə hazırlaşanlar və yaxud da haçansa Kərbəla ziyarətinin nəzərində olan şəxslər. Həzrət buyurur ki, elə ki çatdın, İmam Hüseyin əleyhissalamın qəbri ilə üzbəyiz dayandın, 7 dəfə denən Subhanallah, velhamdülillah, və la ilahe illallah, vallahu ekber. Bu təsbihat-ı ərbəni 7 dəfə təkrar elə. Ondan sonra denən 7 dəfə Ləbbeykə ya daiyəllah. Ey daiyəllah, ey Allahın daisi, Ləbbeyk deyirəm, yəni sənə müsbət cavab verirəm mən. Daiyəllah İmam Hüseyin əleyhissalamın bizim az tanış olduğumuz ləqəblərindən biridir. Daiyəllah nə deməkdir? Dəvət sözündəndir. Yəni, Allaha doğru dəvət eləyən, Allaha çağıran, tövhidə səsləyən. Bu, əlbəttə, bu ləqəb təkcə İmam Hüseyin əleyhissalamın deyil. Bütün Allah dostlarının, Allah övliyalarının, yəni peyğəmbərlər, məsum imamların sifətlərindən və ləqəblərindəndir əslində. Hətta Həzrəti Peyğəmbərin də Quran-ı Kərimdə işarə olunur bu məsələyə. İnna ərsəlnəkə mübəşşirən və nəzirən və gəlir və daiyən iləllah. Səni qorxuducu, qorxudan bəşarət verən və Allaha dəvət eləyən bir şəxs olaraq yollamışıq. Yəni bu Peyğəmbərin də xüsusiyyəti bu idi. İnsanları Allaha dəvət eləyirdi. İmam Hüseyin əleyhissalam da bu ləqəbə sahibdir. Daiyəllahdır, Allaha dəvət eləyir. İmam Hüseyin əleyhissalam, baxın, biz Həzrəti əzadarlıq eləməyimiz çox gözəldir. İmam Hüseyin əleyhissalam üçün hər il Məhərrəm ayını qeyd eləməyimiz onun özü və onun
dostları, ondan bir gecə şəhid olan insanları xatırlayıb göz yaşı axıtmağımız çox gözəldir. Amma bir şeyə diqqət eləməliyik ki, İmam Hüseyn əleyhissalam hədəf deyil. İmam Hüseyn əleyhissalam vasitədir. Nəyə vasitədir? Allaha çatdırmaq üçün. İmam Hüseyn əleyhissalam məqsəd deyil, körpüdür. Məqsədə çatdıran bir körpüdür. Yəni bu İmam Sadiq əleyhissalamın dediyi bu ziyarətnamədə də ki deyir ya daiyəllah, ey Allaha dəvət edən məhz buna işarə edir. Ki İmam Hüseyn əleyhissalam məqsədi bu idi ki insanları Allaha doğru dəvət eləsin. İnsanları Allaha çatdırsın. Əgər biz Həzrət Hüseyn əleyhissalamda ilişib qalsaq, bu bizim zərərimizədir. Yəni bu bizdən tövsiyə olunan, istənilən bu deyil, bizə tövsiyə olunan bu deyil. Bizi İmam Hüseyn əleyhissalama yönəldiblər ona görə ki, o Allaha açılan qapıdır, Babullahdır. O Allaha dəvət eləyəndir. Ona görə mümkün deyil bir insan və düzgün deyil ki, bir insan desin ki, mən İmam Hüseyn əleyhissalamı çox istəyirəm, mən İmam Hüseyn əleyhissalamla əlaqəm, rabitəm çox gözəldir, amma Allahla rabitəsi yaxşı olmasın, Allahı çox istəməsin. Əgər belədirsə, biz bir baxış keçirtməliyik öz həyatımıza təzədən. Biz öz əzadarlığımıza bir yenidən baxış keçirtməliyik ki, əgər mən İmam Hüseynə əzadarlıq edirəmsə, bu əzadarlıq məni Allaha yaxınlaşdırmalıdır. Bu əzadarlıq məni təvhidimi gücləndirməlidir, mənim təvhidimi artırmalıdır, mən Allahı görməliyəm aləmdə. Amma əgər İmam Hüseyn əleyhissalamda ilişib qalmışamsa, burada nəsə düz getmir, hardasa yanlışlıq var. İmam Hüseyn əleyhissalam Allaha dəvət eləyəndir. Heç vaxt razı olmayıb ki, təvhidə nəsə bir şey qarışsın. Əhl-i Beyt imamları heç vaxt şirkə, Allahın özü də həssasdır. Allahın özü azacıq şirkə razı deyil. Məkkənin baş bilən müşrikləri, elə deyək, lider müşriklər. Bunlar yaxınlaşırlar Peyğəmbərə bir gün, deyirlər ki, biz nə vaxta qədər bir-birimizin sözümüz bir-birimizin boğazından keçməyəcək. Nə sən dediyi biz qəbul edirik, nə biz deyəni sən qəbul edirsən. Gəl belə bir təkliflə biz gəlmişik, gəl belə eləyək. Bir il sən bizim bütlərə ibadət elə, bir ildə biz sənin Allah'a ibadət eləyək. Belə olsa nə sən zərər eləyərsən, nə biz və bir-birimizlə də anlaşa bilərik bu yolla. Həzrət buyurur ki, mən özümdən bir söz deyə bilmərəm, səbr eləyək, görək Allah bu barədə nə deyir və az sonra Kafirun surəsi nazil olur. Qul ya eyyuhel kafirun la a'budu ma ta'budun. Kafirlərə denən ki, mən heç vaxt sizin pərəstiş elədiyinizə pərəstiş eləmərəm. Özə bunu 2 dəfə təkrar eləyir. Nə siz mənim pərəstiş eləyirsiniz, siz onsuz da elə belə formal gələcəksiniz. Bu pərəstiş eləmək deyil. Lakum dinikum veliyə din. Sizin dininiz sizdə qalsın, özünüzdə qalsın, mənim dinim də mənə qalsın. Yəni azacıq şirkə belə razı deyil. Orada məsələn Peyğəmbər deyərdi ki, Allah deyir ki, eybi yoxdur, qoy belə eləsin. Heç olmasa bir il də qənimətdir Allaha pərəstiş eləsələr, bir xeyir. Ya xalis Allaha görə ibadət eləyəsən, pərəstiş eləyəsən, ya da eləmirsənsə, ora qatqı qata bilməzsən. Allaha kimisə, nəyisə şərik qoşa bilməzsən. Ona görə şirk məsələsi Quranda da var ki, Allah hər günahı bağışlayır, yeganə günahdır ki, şirki bağışlamır. Bağışlamır, bəli. Şirk bağışlanmaz günahlardan biridir. Bizim haqqımız yoxdur kimisə, nəyisə Allaha şərik qoşaq. Hətta bizim imamlara olan münasibətimiz də ki, bəzən Allah dostlarına olan münasibətimizi şirk kimi bəziləri qələmə verir. Amma qətiyyən belə deyil. Biz onları vasitə bilirik. Biz onları Allaha açılan bir qapı. Bir nəfər İmam Rıza əleyhissalamın huzurunda Həzrət Əli əleyhissalamı tərifləyirdi. Dedi ki, o bizim xaliqimizdir, o bizim ruzi verənimizdir. Həzrət Əlin vurdu alnına, Subhanallah. İmam Rıza əleyhissalam çox narahat oldu. Subhanallah zikri də Quran-ı Kərimin özündə də o yerdə ki, şirk məsələsi ortalığa gəlir. Allah həmişə o kəlmədən Subhanallah amma yüşrikun. Allahın ona qoşduqlarından Allah münəzzəhdir, paşdır. Bu İmam Rıza əleyhissalam da çox narahat halda əlini alnına vurdu, dedi Subhanallah, sən nə danışırsan? Əli məxluqdur, Əli Allahın bəndələrindən biridir, bəli, əzəmətlidir, bəli, büt sındırandır, bəli, əleyhissalam çox böyük əzəmətli şəxsiyyətdir. Bəşərun mislukum deyən Peyğəmbərin vəsisi. Bəli, vəsisidir, amma Allah deyil, bu nə sözlərdir sən deyirsən? Çox narahat oldu. Ona görə imamlara qarşı münasibət də, ona görə Həzrət Əleyhissalam deyirdi ki, mənim belimi
iki dəstə sındırdı. Bir ifrat eləyənlər, bir də təfrit eləyənlər. Bir dəstə onlar idi ki, məni o qədər qaldırdılar, uzatdılar ki, Allah həddinə çatdırdılar. Və bir dəstə də o qədər aşağıladı ki, kafir çıxartdılar. Dedilər ki, Həzrət namaz qılmır, Allaha küfr edir, məsələn, bu həddə. Bu iki dəstə mənim belimi sındırdı. Ona görə Əhl-i Beyt imamlarına münasibətdə də, baxın, mən bunu deyim, bir var dunəllah, bir var məəllah, bir də var indəllah. Bu üç dənə ifadə var ərəb dilində. Əgər bir insan hansısa bir Allah dostunu, hansısa bir imamı səsləyəndə dunəllah olaraq çağırsa, ki, yəni Allah vermir mənə, Allah mənə nəzarət baxmır, mənə nəzər eləmir, sən ver. Əgər bu cür yanaşırsa, bu şirkdir. Bəli, xalis şirk. Bu şirkdir, bəli. Yəni Allah bir yana qalsın, səndən istəyirəm. Bu şirkdir. Bu dunəllahdır. Belə bir şey yoxdur. Bunun üstündə xətt çəkmək lazım. Bir variantı da məəllahdır. Yəni həm Allah, həm sən. Görün, neyinirsiniz? Məsələn, ikisiz bir yerdə əl-ələ verin, bu məsələni mənim üçün həll eləyin. O da bacarır, sən də bacararsan. Məəllah. Bu da təhlükəlidir. Bu da şirkdir. Bir də var, biz deyirik indəllah. Ya vəcihən indəllah. Yəni, ey Allah yanında hörməti olan şəxs. Ey Allaha doğru açılan qapı. Sən vasitə ol ki, Allah bizə filan, məsələn, hacətimizi versin, bizim xəstəmizə şəfa versin, bizə ruzu əgər indəllah olsa, bunun nə eybi var ki, bu Quran-ı Kərimin özündə də var. Həzrəti Yəqubun evladları dedilər, ya əbanə əstəğfir lənə. Ata, bizim üçün istiğfar elə, Allahdan bizim üçün bağışla. Bu nə deməkdir? Çünki Yəqubu indəllah, vəcihən indəllah bilirdilər ki, Allah yanında hörməti var, Allah yanında abrı var bu şəxsin. Bunun sözü qayıtmaz, bunun istəyi rədd olunmaz Allahın dərgahından. Ona görə müraciət eləməyin heç bir eybi yoxdur. Onları vasitə bilmək, bu önəmlidir. Onları körpü bilmək. Amma əgər bir şəxs İmam Hüseyn əleyhissalamın özündə ilişib qalsa, bu təhlükəlidir. Bir halda ki, İmam Hüseyn əleyhissalam daiyəllahdır, Allaha dəvət edir. Həzrət bir gün icazə alır, fürsət alır, daha doğrusu möhlət alır ki, mən bu gün yox, sabah başlayaq mübarizəni. Nə üçün? İbadət üçün. Allaha səcdə eləmək üçün, Allahla münacət eləmək üçün, Quran oxumaq üçün. Aşura günü zöhr vaxtında namaza dayanır, namaz qılır. Bunlar nə demək? Bunların hamısının mesajı var ki, yəni mənim hədəfim təvhiddir, mənim qiyamım ilahi qanunların bərqərar olunması üçündür, Allah qanunlarının hakim olması üçündür. İmam Hüseyn əleyhissalam özünə dəvət eləmirdi ki, kimisə. İmam Hüseyn əleyhissalam hakimiyyət davası eləmirdi ki, o daiyəllah idi. Allaha doğru dəvət edir və elə onun qanı, canı bahasınadır ki, bu günləri biz namazla tanışıq. Bugün təkcə bütün İslam dünyası, təkcə İmam Hüseyn əleyhissalamı tanıyanlar, İmam Hüseyn əleyhissalam üçün ağlayanlara aid deyil bu məsələ. Bütün İslam dünyası, hətta İslamın hüdudlarından kənarda belə İslamın tanınması, İslamın yaşaması o qanların bahasınadır. Bir böyük fəqihlərimizdən biri özü Azərbaycanlıdır, yəni əslən Azərbaycanlı hesab olunur, Allah ruhunu şad eləsin. Bir gün onun hüzurunda bir məddah, belə deyək, Əhl-i Beyt məddahı roza oxuyur, bu beytlə başlayır, bu misrayla başlayır şeirini ki, ey xaki Kərbəlayı to mohr-i namaz mən, ey İmam Hüseyn əleyhissalama müraciət edir ki, ey Kərbəlasının torpağı namazımın möhrü olan. O alim, fəqih, böyük şəxsiyyətdir ki, yox, elə demə. Bəs necə deyim? Demə ki, ey xaki Kərbəlayı to möhr-i namaz mən. Denən, ey xaki Kərbəlayı to əsl namaz mən. Denən, ey Kərbəlasının türbəti, torpağı, elə namazımın əsli olan. Yəni, əgər İmam Hüseyn əleyhissalama görədir ki, biz bugün namaz qılırıq. İmam Hüseyn əleyhissalamın canfəşanlığı, onun fədakarlığı, özünün, ailəsinin fədakarlığı nəticəsində biz namaz bilirik nədir. Biz namazla tanışıq və Allaha səcdə eləyirik. Bu, İmam Hüseyn əleyhissalamın ləqəbinin təzahürüdür. Daiyəllah, Allaha dəvət eləyən, Allaha doğru çağıran. Mənim üçün həmişə bu nöqtə maraqlı olub. Ki, baxın, İmam Hüseyn əleyhissalam nə qədər bizim üçün əzəmətlidir, nə qədər əzizdir. Hətta
qeyri-müsəlmanlar belə Həzrətin barəsində tanış olduqca, məlumatlarını artırdıqca bağlanırlar, sevirlər Həzrəti ki, bu adi şəxsiyyət deyil. Bizim nə qədər məhəbbətimiz var Həzrətə, bizim nə qədər sayğımız var bu şəxsiyyətə, düzdür, nə qədər istəyirik onu. Amma bütün bunlara baxmayaraq, İmam Hüseyn əleyhissalam hər şeyinə, belə bir şəxsiyyət, o şəxsiyyət ki, bütün aləm ona pərvanədir. Bu necə şəmdir ki, aləm hamı pərvanəsidir. Bir şəxs ki, bütün aləm onun başına dolanır. Amma o, bir varlığın başına dolanır. O görəsən nə qədər gözəldir. Görəsən o nə qədər əzəmətlidir ki, bizim gözümüzdə əzəmətli olan Hüseyn əleyhissalam hər bir şeyini ona fəda edib. Hər bir şeyini onun üçün keçib. Hər bir şeyini ona qurban edib. Mən bəndlərin birində deyir, sənə Yəhya sərin vermiş. Həzrəti Yəhya əleyhissalam başı kəsildi Allahın yolunda. Sənə Yəhya sərin vermiş. Şüeyb eyni tərin vermiş. Şüeyb əleyhissalam Allahın eşqindən ağlayırdı. Onun ayrılığına dözə bilmirdi. O qədər ağlayırdı ki, gözü kör olurdu. Allah yenidən şəfa verirdi. Yenə də ağlayırdı. Yəni bir neçə dəfə bu hal baş vermişdi Şüeyb əleyhissalamın həyatında. Eşqdən, məhəbbətdən o qədər göz yaşı tökürdü Allah üçün, gözü artıq kör olmaq həddinə gəlib çatırdı. Sənə Yəhya sərin vermiş, Şüeyb eyni tərin vermiş, Hüseyn öz əkbərin vermiş, Əliyə əsğərin vermiş, Əbəlfəz əllərin vermiş. İlahi, bilmirəm kimsən. Bu şəxsiyyətlər ki, biz bunlar üçün hər şeyimizdən hazırıq keçək, bunlar o varlıq üçün hər şeylərindən keçiblər. Bəli. Ona görə bu insanı düşündürməlidir, görəsən o kimdir? Görəsən o varlıq necə bir varlıqdır ki, İmam Hüseyn əleyhissalam kimi ki, aləm ona aşiqdir, aləm onun üçün hər şeyindən keçməyə hazırdır, o hər şeyini ona fəda eləyib. Hər şeyindən keçib onun yolunda. Hətta yıxılanda Həzrət Kərbəlada əvvəl kəlməsi bu olur. Bismillah və billah. Allahın adını çəkir. Axır saniyələrində, axır dəqiqələrində deyir, İlahi rızəm bi qəzaik. Bu qədər müsibət ki, mənim başıma gəlib, bu qədər çətinliklərə ki, mən sinəmi hədəf eləmişəm, açmışam, amma razıyam. Sən razısansa, mən də bunlara razıyam. Yəni, bu şeylər məni narahat eləmir, bu şeylər məni üzmür. Rızəm bi qəzaik, təslimən li əmrik. Təsliməm hər nə desən, hər necə. Məni əgər şəhid görmək istəyirsənsə, mən təslim. Əgər ailəmi əsir görmək istəyirsənsə, mən təslim. Təslimən li əmrik və la məbudə sivak. Səndən başqa məbud yoxdur. Ya qiyasəl müstəqisin. Ay, əli hər yandan üzülmüşlərin son ümidi, son pənahı. Axır nəfəsində də Həzrət Allahla mülə. Bu nə deməkdir? Bu o demək ki, İmam Hüseyn əleyhissalam bir dənə hədəf var, o da tevhiddir. İmam Hüseyn əleyhissalam tevhid üçün hər şeyindən keçib. İmam Hüseyn əleyhissalam Allaha çatdırmaq üçün fədakarlıq eləyib, ürəyinin qanın verib ki, insanlar tevhidlə tanış olsunlar, tevhid qaydaları ilə, qanunları ilə yaşasınlar və tevhid hakim olsun. Bəli. Çox təşəkkür edirik sizə bu təfərrüatlı cavablamaya görə. İnanırıq ki, ələl-xüsus bu matəm günlərində tamaşaçılarımız üçün çox faydalı olacaq. Minnətdarıq sizə. Dəyərli izləyicilərimiz, qısa fasilədən sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirsiniz. Bizim bugünkü mövzumuz Kərbəla vaqiəsi və tövhid prinsipinə əsr olunmuşdur. Qonağımız isə Hacı İlqar Əliyevdir. Hacı, Kərbəla vaqiəsini əlbəttə bilirik və tarixin bir hissəsi kimi görənlər də var, inancın əsası kimi görənlər də var. Hər cür təhlil eləmək olar. Əlbəttə ki, biz təhlil eləyəndə çox vaxt zehnində nisbətən götürsək, keçmiş zaman kimi zehinə gəlir. Hacı, bəs bugün bizim Kərbəla vaqiəsindən, İmam Hüseyn əleyhissalamla, məhərrəmliklə bağlı
vəzifələrimiz nələrdən ibarətdir? Bu haqda lütfən. Həsən. İmam Hüseyn əleyhissalamın məşhur bir nidası var, şüarı var. Həl min nasirin yansuruni. Kim mənə kömək eləyər, kim mənə yardım göstərər. İmam Hüseyn əleyhissalamın Kərbəlada Aşura günü dediyi və ümmətə səsləndiyi bir nidadır, bir çağırışdır. Biz bəzən, ola bilər bizə elə gəlsin ki, artıq bu fürsət əldən çıxıb, kaş biz o zaman olardıq, bu nidaya cavab verərdik, öz köməyimizi əsirgəməzdik Həzrətdən, artıq bu fürsət əldən çıxıb və biz bir şey eləyə bilmərik. Xeyr, bu cür deyil. Əslində bu nida tarixdən süzülə-süzülə gəlib bu günümüzə çatıb və qiyamətə qədər də bu qüvvədədir. İmam Hüseyn əleyhissalamın bu çağırışı həmişə aktualdır, köhnəlmir. Yaxşı, bəs necə biz bu çağırışa cavab verək? Bunu da elə mən düşünürəm ki, məsumun dilindən deməyimiz daha yerinə düşər. Məsum daha dəqiq söz deyə bilər bizə. Ona görə bu barədə İmam Sadıq əleyhissalamın kəlamını istəyirəm diqqətinizə çatdıram. Həzrəti Sadıq əleyhissalam buyurur ki, bu hamımıza aiddir, mənə də, sizə də, hər bir şəxsə aiddir bu söz ki, İmam Hüseyn əleyhissalama bu cür deyin. Deyin ki, İnkânə ləm yücibkə bədəni ində istiğafətik. Əgər sən o zaman çağıranda, istixazə eləyəndə mən olmadım ki, sənə cavab verəm. Mən orada yox idim. İndi belə Allah bizi bu zamanda yaradıb da. Və lisani ində istinsarik və dilimlə sən köməyə səsləyəndə mən sənə ləbbeyk deyə bilmədimsə o zaman qəd əcabəkə, amma bugün 5 dənə şeylə mən sənə köməyə qalxıram. Mən sənə 5 vasitə ilə kömək eləyəcəyəm. Mən çox xahiş edirəm ki, xüsusən gənclər, cavanlar bu 5 dənə, bu imam sözüdür. Bu hansısa bir alimin, hansısa bir ağsaqqalın sözü deyil ki, məsələn, eybi yoxdur, eləməsəydi olar. Bu məsum imamın bizə göstərişidir ki, hər kim istəyirsə İmam Hüseyn əleyhissalama ləbbeyk desin, hər kim istəyir İmam Hüseyn əleyhissalamın köməyinə qalxsın, 5 vasitə ilə bugünkü şəraitdə də İmam Hüseyn əleyhissalama kömək eləyə bilər və kömək eləyənlərin sırasına özünü qata bilər. Həzrət buyurur ki, denən ki, əgər ya Əbu Abdullah, mən sənə o zaman kömək eləyə bilmədimsə, çağırışıva ləbbeyk deyə bilmədimsə, qəd əcabəkə qəlbi. Bu günləri sənə qəlbimlə köməyə qalxıram. Və səm'i, qulağımla, və bəsəri, gözümlə, və rəyi, fikrimlə və həvai, bir də istəyimlə. Bu 5 vasitə ilə hər kim istəsə İmam Hüseyn əleyhissalama bu gün kömək eləyə bilər. Necə? Qəlbən necə kömək eləyə bilər İmam Hüseyn? İmam Hüseyn əleyhissalamı istəmək. Bu özü bir köməklikdir. İmam Hüseyn əleyhissalamın yolunu sevmək. İmam Hüseyn əleyhissalamın hədəfini sevmək. İmam Hüseyn əleyhissalamın dostlarını sevmək. İnni ətəqərrəbu iləykə mən o ziyarət-i Aşurada vardı ki, ya Əbu Abdullah, mən sənə, Allaha ətəqərrəbu ilallah, Allaha yaxınlaşıram, Peyğəmbərə, Əmir əl-Müminə, sənə nə ilə? Bimüvalatik, səni sevməklə. Mən sənə məhəbbət bəsləməklə, bu məhəbbət məni Allaha yaxınlaşdırır. Tohid, əvvəldə dediyimiz tohid. Çünki bu məhəbbət insanı ora aparıb çıxardır. İnsan sevsin İmam Hüseyn əleyhissalamı. İmam Hüseyn əleyhissalamın sevən qəlbdə kin, küdurət olmaz. İmam Hüseyn əleyhissalamın məhəbbəti ilə dolan qəlbdə həsəd, paxıllıq olmaz. İmam Hüseyn əleyhissalamın məhəbbəti ilə dolu olan qəlb dünyaya bağlı qəlb olmaz. Bu cür, insan qəlbini bu cür tərbiyə eləyə, bu yolla İmam Hüseyn əleyhissalama kömək eləmiş olar. Bu birinci vasitədir. Çoxdur, hər birinin barəsində bunların saatlarla bəlkə danışmaq olar, amma vaxt məhdudiyyəti nəzərə alaraq hər birinə işarə edirəm. Və səm'i, qulağımla sənə mən köməyə qalxıram bugün. İnsan qulağı ilə necə İmam Hüseyn əleyhissalama kömək eləyə bilər? İnsan qulağını günahdan örtə, qoymuyor. Kiminsə qeybəti olunur, oturub ona həvəslə qulaq asmaq, dinləmək. Bu İmam Hüseyn əleyhissalama kömək eləmək hesab olunmayacaq. Bu köməkdən məhrum olmaqdır. Ona görə insan qulağını haram səslərdən, haram sözlərdən qorumaqla
ki, bu günləri çoxdur bu səslər, çoxdur. Haram musiqilərin vüsət aldığı bir zamanda yaşayırıq. Hər yanda bu səslənir adətən. Düzdür, musiqi bütövlükdə haram deyil, halal musiqilər də var, amma insan qulağını haram musiqilərdən örtməsi, eşidilməsi icazəli olmayan sözlərdən, söhbətlərdən bağlaması bu İmam Hüseyn əleyhissalama ikinci vasitədir, İmam Hüseyn əleyhissalamın köməyinə qalxmaq. Və bəsəri, üçüncü vasitə də gözümlə sənə köməyə qalxıram mən, ya Əbu Abdillah. Gözdə də belədir, insan gözünü haramdan örtməklə bugün İmam Hüseyn əleyhissalama kömək eləyə bilər. Bəli. Çünki İmam Hüseyn əleyhissalamın hədəfi buydu da ki, insanların qulaqları, gözləri, qəlbləri, fikirləri, istəkləri təvhidi olsun. İlahi olsun. Buna görə hər şeyindən keçib. Ona görə insan bu hədəfi gerçəkləşdirməklə ən azı öz şəxsi həyatında İmam Hüseyn əleyhissalama kömək eləmiş olur. İmam Hüseyn əleyhissalamın həlmin nasirin yənsurunu çağırışına ləbbeyk demiş olur. İnsan gözlük olsun. İmam Hüseyn əleyhissalama göz yaşı tökmək, əzadarlıq eləmək, ondan sonra harama baxmaq bu heç üst-üstə düşməyəcək. Bu uyğunlaşmayacaq. Bu əzadarlığın da insana faydası olmayacaq. Göz çox önəmlidir. İnsan haram səhnələrə baxmasın, naməhrəmə baxmasın, gözünü idarə eləsin. Ümumiyyətlə, göz elə bir üzvdür insanın bədənində ki, qəlblə çox əlaqəsi var. Qəlblə birbaşa rabitəsi var. Göz gördüyünü ürək istəyir adətən. Əgər mən hərdən dostlarla danışanda deyirəm ki, istəyiriksə qəlbimizi qoruyaq, istəyirik namazda huzuru qəlbimiz olsun, əgər istəyirik günaha meylimiz azalsın, hər şeydən əvvəl gözümüzü idarə eləməliyik. Göz idarə olunmasa insan özü ilə bacara bilməz. İnsan öz öhdəsindən gələ bilməz. Bəzən, məsələn, sosial mediadan, elə belə bekarıq, istəyirik girək, görək nə var, nə yox, məsələn, müxtəlif platformalardan istifadə edirik. Bu çox zərərlidir. Və həmin o anda, həmin o proses zamanı biz nə qədər gözümüzlə səhnələr, ola bilər baxmırıq, ötürürük. Amma şəkil çəkildi artıq. O vaxtı çatanda öz işini görəcək. Mən bir misal deyim sizə. Allah rəhmət eləsin, Hayri Şirazi rəhmətullah əleyh. Çox gözəl bir misal çəkir gözlə, yaddaşla bağlı. Deyir ki, bizim yaddaşımız daxıl kimidir. Daxıl bilirsizlər nədir? Daxıl pul yığılan bir qutudur. Nə qədər ki pul atmamısan qutunun içinə, pul sən əlindədir, istədiyin istifadə edə bilirsən. Amma o ki, o kiçik dəlikdən o pulu atdın, vəssalam, qutarda. O pulu oradan çıxarda bilməyəcək. Çıxardacaqsan, sonunda gərək sındırasan, qırasan o daxılı, o pulları oradan götürəsən. İnsanın yaddaşı belədir. Mən sizə misal deyəcəm. Siz, məsələn, Quranın hansı kiçik surələrindən birini əzbər bilirsiniz? Məsələn, elə bayaq qeyd etdiyiniz Kafirun surəsi. Kafirun surəsini əzbər bilirsiniz. Düzdür? çox gözəl. Mən sizə 10 milyon dollar pul versəm hal-hazırda ki, onu unudun. Unuda bilərsiniz? Xeyr. Hansı təklifin müqabilində unutmaq ona mümkündür? Heç bir təklif. Bir şey nə qədər ki insan bilmir, bilmir. Bəli. Əgər bildiyi yaddaşına yazıldısa, onu heç bir vasitə ilə oradan çıxartmaq olmur. İnsanın yaddaşı belədir. Bir şeyi ki mən görməmişəm hələ, o mənim yaddaşımda yoxdur. Əgər gördümsə, düşdü yaddaşıma. Onu daim mən hər neynəsəm də yadımdan çıxarda bilmərəm. İnsan öz əlində olmur o proses. Bəli, onu çıxarda bilməz insan yaddaşından. Daxıl kimidir. Ona görə göz mövzusunda insan çox diqqətli olmalıdır. Bəzən insan elə-belə baxır. Ki, görüm orada nə var, burada nə var, bu platformada nə var, bu xəbərə baxım, o xəbərə baxım, bu videonu izləyim. Hər izlədikcə bizim yaddaşımıza lazım olmayan nə qədər bəzən də fasid və xarabedici səhnələr düşür, qalır insanın yaddaşında və bu da yaxşı nəticələnmir. Sonra insan namazda huzuru qəlbi olmur. Namazı tələs-tələs qılır, fikri dağınıq halda qılır. Çünki o yaddaş imkan vermir insana. Ona görə insan gözünü gərək qorusun, göz məsələsində diqqət olsun və gözü qorumaq İmam Hüseyn əleyhissalama kömək eləməyin vasitələrindən biridir. Və rəyi, dördüncüsü də budur ki, öz fikrimlə, insan öz fikrini, öz düşüncələrini uyğunlaşdıra İmam Hüseyn əleyhissalamın düşüncələri ilə, İmam Hüseyn əleyhissalamın baxışını əldə eləyə.
onun kimi baxa hadisələrə, onun yanaşdığı kimi yanaşa dünyaya, bu fikri ilə, öz fikri ilə İmam Hüseyn əleyhissalamı köməkləməkdir, Həzrətə yardım göstərməkdir və sonuncusu da və həvay, öz istəyimlə səni, bu çox önəmlidir. İstək məsələsi, bizim bu arada neçə vaxt bundan qabaq bir verilişimiz də olmuşdu ki, dindar şəxs, o şəxsdir ki, öz istəyini Allahın istəyi ilə uyğunlaşdırar. Deməsin ki, mən belə istəyirəm, mən belə xoşlayıram. Bir şəxs ki, mən deyir öz istəyində, özünün xüsusi istəkləri varsa, bu insan dindar deyil. Dindar adam odur ki, özünün bir istəyi yoxdur. İstəyi var, sadəcə istəyini vahid olan Allahın istəyi ilə əvəz eləyib, onun istəklərini önə salıb. Bu arada bizim geniş söhbətimiz olmuşdu. İmam Sadıq əleyhissalam buyurur ki, İmam Hüseyn əleyhissalama kömək eləmək istəyən insan 5 vasitə ilə kömək eləyə bilər. 5-incisi də öz istəyi iləndir. Yəni, onun istəyini önə salsın. Görsün, İmam Hüseyn nə istəyir? Onun istəyini önə salsın. Bir dəfər İmam Sadıq əleyhissalama dedi ki, ya Əbu Abdillah, onun da ləqəbi Əbu Abdillah idi. Siz Səlmanın adı gələndə çox tərifləyirsiniz onu. Səlmanın barəsində çox müsbət rəydəsiz, çox istəyirsiniz onu, məhəbbətiniz var və hər dəfə adı gələndə tərifləyirsiniz onun, mədhlər deyirsiniz onun barəsində. Səbəbi nədir? Səlman ərəb deyildi, qeyri-ərəb bir şəxs. Əcəm idi. Əcəm idi. İmam Sadıq əleyhissalamda bu qədər məhəbbəti. Həzrət buyurdu ki, 3 xüsusiyyəti var idi. Səlmanda 3 dənə xüsusiyyəti var. Mən o 3 xüsusiyyətinə görə aşiq olmuşam. Səlmanı çox istəyirəm. Biri bu idi ki, Səlman həmişə Əlinin, Əmir əl-Müminin istəyini öz istəyindən önə salırdı. Öz istəyi onun üçün önəmli deyil. Əmir əl-Müminin nə istəyir odur. Ola bilər, məsələn deyirəm, Səlman istini xoşlayır, amma bilsə ki, Əmir əl-Müminə soyuq xoşdur, soyuğu önə salırdı. Bu çox önəmlidir. Yəni, imamın, höccətin, rəhbərin, öndə gedənin istəyini insan öz istəyinə müqəddəm eləyirsə, öz istəyindən önə salırsa, bu çox önəmlidir. Bu çox və məsum imamın məhəbbətin qazanır. Bax, İmam Sadıq əleyhissalam olur Səlmanın vurğunu, Səlmana aşiq olur ki, bu belə bir xüsusiyyəti var idi. O 2 dənəni də deyim, heyfdir. Əlbəttə. İkinci xüsusiyyəti bu idi ki, alimlərə hörməti var idi, alimləri çox istəyirdi və üçüncü də fəqirlər. Fəqirlərə yuxarıdan aşağı baxmırdı həmişə. Yoxsul insanlarla bircə olurdu, yoxsullara məhəbbət göstərirdi, onlara qayğı göstərirdi. Bu 3 xüsusiyyəti səbəb olmuşdu ki, mən Səlmana bu cür məhəbbət göstərirəm, onu çox istəyirəm. Bu da istək, çox önəmlidir, çətindir. Təbii ki, çətindir insan öz istəyindən göz yuma, məsum imamın, öz ağasının, öz rəhbərinin rəyini, onun istəyini önə sala. Bu çox önəmli məsələdir və çətindir. Bir nəfər, bəli, bu məsələ İmam Sadıq əleyhissalam deyir ki, əgər almanı 2 hissəyə böləsən, bir almanı, ya narı, bir meyvəni, fərqi yoxdur. Desən ki, bunun yarısı halaldır, yarısı haramdır, mən şəkk eləmərəm. Deyərəm ki, bəli, bu eyni meyvədir. Yəni, necə olur bunun yarısı haram olsun, yarısı halal olsun? Yəni, mənim özümün rəyim yoxdur. Sən, çünki məsumsan, səni Allah mənim üçün təyin edib, sənin sözün höccətdir və salam. Şək yoxdur bu da. Rəyim, fikrim sənin fikrindən üst-üstə düşür. Bu 5 dənə vasitə ilə hər kim istəsə bu gün İmam Hüseyn əleyhissalama kömək eləsin, bu 5 dənə vasitə ilə kömək eləyə bilər. Qapı bağlı deyil, bizim bəhanəmiz yoxdur. Deyə bilmərik ki, yox, daha biz indi yaşayırıq, İmam Hüseyn əleyhissalam o vaxt yaşayırdı, bizim əlimiz ona çatmır. Xeyr, belə deyil. Həzrətin Həlmin Nasirin Yənsurunun nidası bu gün də var və hər kim istəsə bu nidaya müsbət cavab versin, İmam Sadıq əleyhissalam bizə yol göstərir. Ən sadə yolunu və ən minimal həddini. Ki, bu həddə insan gözünü, qulağını, qəlbini, fikrini və istəklərini kontrol eləməklə, onları düzgün tənzim eləməklə, İmam Hüseyn əleyhissalama uyğunlaşdırmaqla ona kömək eləmiş olar və ləbbeyk demiş sayılar İmam Hüseyn əleyhissalama. Bizim vəzifəmiz, düz müxtəlif vəzifələr ola bilər, insanın ictimai vəzifələri var, fərdi vəzifələri var, amma fərdi vəzifə olaraq
İmam Sadıq əleyhissalam bu kəlamı elə bilirəm ki, bizim üçün təsirli ola bilər və yol açar bizim üçün ki, bu vasitələrdən istifadə edib vəzifəmizi ən minimal həddə təyin eləyək İmam Hüseyn əleyhissalamın qarşısında. Hacı, qısaca toxunsaq, bəs İmam Hüseyn əzadarlıqlarına qarşı vəzifəmiz nədir? İmam Hüseyn əleyhissalamın əzadarlıqları, əvvəla bu əzadarlıqlara biz əhəmiyyət verməliyik. Çünki bunu bizə tövsiyə eləyiblər. Bu əhəmiyyət verilməlidir. Maksimum dərəcədə yararlanmalıyıq. İmam Hüseyn əleyhissalamın əzadarlığı həyat bəxş eləyir. Məhərrəm həyat bəxş edir insanlara. Bir Məsihi alim deyirdi ki, əgər Hüseyn bizim olsaydı, biz dünyada hökmranlıq eləyərdik. Bütün dünyaya. Bütün dünyaya hakim olardıq. Baxın, bu bizdə var. İmam Hüseyn əleyhissalam bizimkidir. Biz İmam Hüseyn əleyhissalamın bu gün necə ondan yararlana bilərik? Bu əzadarlıqları, məhərrəmlikləri bir fürsətdir bizim üçün. Ki, ona görə əhəmiyyət verək, əzadarlığa əhəmiyyət verək və lazımı şəkildə, doğru şəkildə, düzgün şəkildə bunları biz layiqli şəkildə bərpa eləyək, qeyd eləyək, lazım olmayan şeyləri qatmayaq ora. Bəzən görsən kimlərsə öz zövqünü, öz səliqəsini gətirir, qatır əzadarlıqlara və sonra yavaş-yavaş bu başqa problemlər çıxardır ortalığa. Xeyr, belə olmasın. Bizə necə tapşırıblar, bizə necə tövsiyə ediblər, Əhl-i Beyt imamları necə özləri yanaşıblar bu məsələyə, o cür yanaşaq, o cür təşkil eləyək və əzadarlıqlarda da iştirak eləyək. Əzadarlıqlar bu gün qəlblərin öldüyü gündür. Amma İmam Rıza əleyhissalam buyururdu ki, hər kim bizimlə bağlı olan məclisdə əyləşə, bizim adımız zikr olunan məclisdə iştirak eləyə, ləm yəmut qəlbuhu l-yəvmə yəmutul qulub, təmutul qulub. Qəlblərin öldüyü gün onun qəlbi ölməyəcək. Heç vaxt. Mən öz baxışım belədir ki, düzdür burada söhbət qiyamətdən gedir, qəlblərin öldüyü gün. Amma bu gün yaşadığımız zamana da qəlblərin öldüyü gündür. Yəni, sosial aləm, günahlar öldürüb qəlbləri. Belə bir şəraitdə bizim o məclislərə hava su qədər ehtiyacımız var. Həqiqətən də qoymur qəlbləri ölsün. Qabaq deyirdilər ki, bir alim deyirdi ki, qabaq deyirdilər ki, bizə tövsiyə edirdilər ki, pis dostlardan uzaq dayanın. Pis dostlarla oturub gün. Amma bu günlər pis dost bizim cibimizdədir. Mobil telefon bizim bizlə bir yerdə də artıq biz oyuna otur. Ona düzgün istifadə eləməsək, düzgün yararlanmasaq bizim qəlbimizi öldürəcək ki, necə gözümüzün qabağında da əksər insanlarda qoyduğu mənfi təsir. Ona görə bu məclislərdən istifadə eləyək, düzgün şəkildə təşkil olunsun, layiqli şəkildə təşkil olunsun və yararlanaq o məclislərdən ki, qəlbimiz ölməsin. Həyat bəxş edir bizə bu məclislər. İmam Hüseyn əleyhissalamı ağlamaq, İmam Hüseyn əleyhissalamı zikr eləmək, xatırlamaq insana bir yeni həyat dirildir insanı bir sözlə. Bunlardan istifadə eləyək. Hacı, çox təşəkkür edirik sizə. Həqiqətən mövzumuzla bağlı çox geniş təfərrüatı vardınız və çox incə və eyni zamanda da insanın inancına da, etiqadına da, ədəbinə də, əxlaqına da təsir edəcək nöqtələrə toxundunuz ki, inanırıq ki, ələl-xüsus bu matəm günlərində tamaşaçılarımız üçün də çox faydalı olacaq. Onlar da sizin çıxışınızdan faydalanacaqlar. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha minnətdarlığımızı bildiririk, var olasınız. Təşəkkür edirəm, mən də ümidvaram ki, həm danışan üçün, həm eşidənlər üçün inşallah faydalı olmuş ola. Minnətdarıq sizə, var olun. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirdiniz. Mütəal Allah bu matəm günlərində, bu məxsusi günlərdə hər birimizə, bütün Əhl-i Beyt sevərlərə, bütün haqpərəst insanlara İmam Hüseynin əleyhissalamın baxışı ilə baxmağı, onun fəhmi ilə anlamağı, eləcə də onun ədəbi ilə ədəblənməyi hamımıza nəsib etsin. Növbəti buraxılışlardayıq. Allah amanında.